Herkese hamdolsun kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoda qarşınızdayım. Dostlar, video keçməmişdən əvvəl kanala dəstək olmaq üçün, zəhməti dəyərləndirmək üçün abunə ola bilərsiniz. Videomu bəyənsə like edə bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımın linkini şərhlərdə paylaşacağım. Burada alış-satış siqnalları, səhmlər, kriptovalyutalar haqqında xəbərlər, şəxsi analizlərimi, airdroplar və s. yəni investisiya haqqında ağlınıza gələ biləcək hər şeyi paylaşımını edirəm. Həmçinin müzakirə qrupunda da suallar verə bilərsiniz, müzakirə edə bilərik, nələrsə öyrədə bilərəm və yaxud da ümumi olaraq bir-birimizə fayda verə bilərik dostlar, investisiya mövzusunda. Həmçinin dostlar, VIP qrupumuz da var. Deməli, burada VIP qrupumuz da var. VIP qrupda əsasən minimum $500 investisiya büdcəsi olanlar üçün sistemli şəkildə onların investisiya etməsinə kömək oluram. Necə yatırım edirəmsə, onlarda da elə yatırım etmələrini dəstəkləyirəm. Müəyyən deməli təcrübələrimlə və s. Həmçinin daha geniş, daha fundamental və texniki analizləri paylaşaraq orada daha sistemli şəkildə pul qazanmağa dəstək oluram. Yəni ümumi qrupda çox şey paylaşıram, VIP qrupda isə yalnız investisiya edirik və hər gün qazanc qazanmağa çalışırıq. Gəlin videoya keçək. Bugünkü videoda dostlar, sürətli şəkildə səhəm bazarında necə ticarət edilir? Bunun 3 qaydasından danışacağım dostlar. Yəni səhəm bazarındasınızsa, sürətli şəkildə ticarət etmək istəyirsinizsə, bunu necə edə bilərsiniz? Təbii olaraq səhmdən anlayışınız varsa. Yoxsa dediyim kimi kanalımıza gələ bilərsiniz, sonra da istəsəz VIP qrupa gələ bilərsiniz. Deməli belə. Deməli birinci qaydamız budur dostlar. Birinci qaydamız budur ki, deməli əsasən səhəm bazarında sürətli şəkildə deməli pul qazanmaq üçün, ticarət etmək üçün birinci qaydamız penny stoklardır. Yəni dəyəri aşağı olan səhmlərdir. Burada dəyəri aşağıya seçdik. Gördüyünüz kimi burada çoxlu səhmlərimiz var. Yəni bunlar dəyəri aşağıdır. Məsələn bu 17 sentdir. Bu məsələn bu səhim tutaq ki, fundamental analizini etdik, texnik analizini etdik, proqnozu yaxşıdır və s. aldıq bunu. Sabahsı gün 50 sent oldu. Nə qədər qazandıq? 2x-dan çox qazandıq. Təbii ki, yaxşıdır. Və 1 dollar oldu. Nə qədər qazandıq? 6x-dan daha çox qazandıq. Təbii yenə də utdu. Yəni nə mənada utdu? Məsələn 100 dollar qoysaydıq bu səhmə yatırım etsəydik 600 dollarla çıxa bilərdi. Yəni bu sürətli şəkildə səhəm bazarında ticarət etmə və pul qazanmağa kömək olur penny stoklar. Belə, birinci qaydamız penny stoklardır. Təbii ki, penny stoklar seçərkən diqqətli olmaq lazımdır. Proqnozu varmı? Maliyyə hesabatı müsbətdirmi? Bir katalizatoru varmı? Borcu, xərci, gəliri, müqaviləsi, fırıldağı və s. Elə mən məsələn şirkətlər görmüşəm ki, təsəvvür edin, penny stokdular, 1 dollardan biraz yüksək və yaxud aşağıdırlar. Bəzi şirkətlərlə əməkdaşlıq edirlər və yaxud bəzi tanıdıqları ilə, əlaqələri ilə təsəvvür edin, bir həftəlik şirkət açılıb və bir texnologiya şirkəti məsəl üçün həmin bir həftəlik şirkətlə əməkdaşlıq edir və deyir ki, biz bu sahədə əməkdaşlıq elədik, amma sonradan proqnozçular və yaxud siz ola bilər, araşdırırsınız, görürsünüz ki, bu zaten o saat xəbərlərə yansıyır və pis təsir edir. Görür ki, bu şirkət bir həftədə açılıb, bir ayda açılıb. Yəni bu şirkət elə belə açılıb, yəni qurma olaraq açılıb ki, mənim X şirkətim həqiqətən də inkişaf etmək üçün tutaq ki, dron sənayesində və yaxud çip sənayesində, sensor sənayesində inkişaf etmək istəyir, investisiya almaq istəyir, bir yerdə iş görmək istəyir. Lakin baxırıq ki, şirkət, yəni əməkdaşlıq etdiyi şirkət yeni açılıb və elə bir fəaliyyəti yoxdur. Yəni qurmadır bu söhbətlərin əksəriyyəti. Bu niyə edilir? Məsələn, şirkət rəhbərliyi yüksəkdən səhəm satışı etmək üçün və yaxud səhmin qiymətini artırmaq üçün edə bilirlər. Bu da təbii nəticədə səhəm satışına görədir. Çünki səhəm satışı edib şirkətlərini böyüdə bilərlər və yaxud öz ciblərinə qoya bilərlər. Yəni heç bir fərqi yoxdur. Bu fırıldaqdır dostlar. Yəni belə şirkətlərə diqqət edin. Sonra nə ola bilər? Yəni araşdırın əsasən hansı şirkətlərlə əməkdaşlıq edirlər və s. Sonra dediyim kimi, məsələn, hansı sənayedədirlər, texnologiyanın inteqrasiyaları varmı, gəlirləri müsbətə doğru gedəcəkmi? Yəni bir var 10 il gəlirsiz olan şirkətlər və yaxud 10 il gəlir qazanmayacaq, yəni mənfidə olacaq, amma yəni heç bir qrantla və s. ilə, yəni heç bir əlavə gəlirlə özlərini təmin edə bilməyəcək şirkətlər var. Və yaxud borcu yüksək olan şirkətlər, yəni bu kimi faktorlara nəzər yetirin. İkinci dostlar budur ki, maliyyə hesabatı yaxın vaxtlarda açıqlanacaq şirkətdə. Bunu mən yoxlamışam, təbii olaraq yoxlamışam. Yoxladığıma görə məsləhət verirəm. Bunu hardan? Təbii maliyyə hesabatları yazılır deməli bu səhmlərdə. Məsələn, indi sizə göstərim, bilmirsinizsə əgər. Burada gəlirik deməli qazanc bölümünə, məsələn 3 aylıq. Görürük ki, 21 may tarixindədir növbəti maliyyə hesabatı.
Bunu niyə məsləhət görürəm dostlar? Bu əsasən çoxdandır düşən şirkətlərə aiddir. Yəni məsələn Nvidia şirkəti məsəl üçün götürək, tutaq ki, 6 ayda düşür də bu şirkət təzə açılıb. 1 ildir tutaq ki, fəaliyyətə başlayıb. Daha doğrusu 1 ildir birjaya girib, yəni fəaliyyətə fərqi yoxdur, nə vaxt başlayıb. Və 6 ayda düşür bu səhəm, düşür. Siz də deyirsiniz ki, bu şirkətin artıq 1 milyardlıq qazancı var, yəni şirkət gəlirlə işləyir. Yəni şirkət məvqedə işləmir, lakin bazara yeni girib deyə satış dalğası yüksək olub. Yəni xalqa açıq IPO edib deyə, yəni satış dalğası var. İnsanlar satır əlindəki səhmləri, həmçinin şirkət rəhbərliyi də satır və s. Bu demək deyil, yəni hər şey bərbaddır, batırlar. Sadəcə deməli həm öz qazancları üçün, həm şirkət üçün deməli kassasına qoymaq üçün satışlar eləyə bilərlər. Və biz görürük ki, 6 ayın nəticəsində və yaxud 1 il nəticəsində görürük ki, bu hardasa sabitlənib. Məsəl üçün neçə dollardır? Tutaq ki 20 dollardır. Tutaq ki 30 dollardır. Fərqi yoxdur. Məsələn 30 dollar götürək. Tutaq ki bu 30 dollardır. Sabitlənib və bu 30 dollarda görürük ki bir 3 günə, 4 günə və yaxud bir həftəyə bir maliyyə hesabatı gələcək və siz bunu hardasa müsbət gözləyirsiniz. Təbii bu biraz riskdir. Yəni investisiya etmək zaten riskdir. Və maliyyə hesabatı gələcək və siz hardasa bunu müsbət gözləyirsiniz və yatırım edirsiniz. Çünki yəni belə çox düşən şirkətlərdə maliyyə hesabatları müsbət olarsa, yəni ürək açan həqiqətən olarsa investorlar cəhətdən yəni 1-2% yox, heç olsa 3% artıq nəticə verərsə maliyyə hesabatlar bu zaman yaxşı nəticə, yəni yaxşı qalxış edə bilirlər. Gün ərzində 15, 20, 30%-ə qədər artım edə bilirlər və siz bu fürsətdən geri dönüşdən istifadə edə bilərsiniz və bu səhmi çox cüzi miqdarlardan alıb, həmçinin maliyyə hesabatı dəstəyi ilə, katalizatoru ilə də qazanca çevirə bilərsiniz. Yəni sürətli şəkildə ticarət bunu deyirəm. Həmçinin sata bilərsiniz. Yəni satsaz bu sürətli şəkildə ticarət adlanacaq. Bir də sizlərə deyim, ABB-də həftə ərzində çox ticarət etməyin. Yəni səhv etmirəmsə 6 ticarətdən artıq olanda artıq hesabı bloklaya bilirlər. Yəni bunun üçün səhv etmirəmsə investor hesabına keçmək lazımdır deyirsən. Çünki trader hesabında olmur. Yəni bu kimi məqamlar var, bunları araşdırın, diqqət edin. Hesabın bloklanmasını yəqin heç birimiz istəmərik. Belə, üçüncü olaraq nədir dostlar? Birinci dediyim kimi penny stocklar, ikinci maliyyə hesabatı, üçüncü isə dostlar deməli şirkətlərdə, yəni penny stock, kiçik səhim, orta səhim, böyük səhim fərqi yoxdur. Hər hansısa bir bunu bəzi videolarımda da demişəm. Katalizator gözləməlisən, yəni bir xəbər gözləməlisən. Belə bir nümunə çəkim. Yəni bu nümunəni çox çəkirəm. Yəni nə edeyim, başqa nümunə çəkə bilmirəm. Çünki bəzilərini VIP qrupda paylaşdıram. Belə də ki, son vaxtlar çox səhim analiz etmirəm əsasən. Biraz dayandırmışam səhv analizini. Belə, məsələn, burada nümunə çəkim. Deməli, məsələn, bu FEM səhmi niyə 1 dollara yüksəldi? 35 sentdə. Mən bu səhmi 60 sentdən almışdım. Hər dəfə deyirəm bunu. Dediyim kimi çox nümunə çəkə bilmirəm. Və 1 dollardan satmışdım. 1 dollar üstündə. Deməli, bunu hardan bilmişdim? İlk olaraq bu şirkəti araşdırmışdım. Hansı sektordadır? Məsələn, demirəm FEM alın. Yəni, bu nümunə gətirirəm. Alış üçün demirəm. Deməli, bu şirkət səhmi deməli doğuş üçün cihazları hazırlayır. Yəni ümumiyyətlə bu sahədə yəni cihazlar hazırlayır və bu cihazları da Avropa bazarı, Yaponiya, Asiya və Amerika bazarına hələ çıxartmayıb. Yəni bu kimi bazarlarda satışa çıxarır. Bu niyə artdı? Bu əsasən oynaqlıq göstərirdi dostlar. 60 sentə qalxmışdı və s. Plusdakı deməli bir sıxılma var idi trendində. Texniki analizində bir sıxılma var. Gördüyünüz kimi belə bir sıxılma var idi dostlar. İndi bilmirəm əvvəlki texniki analiz, amma bir sıxılma var. Gördüyünüz kimi burada da bir sıxılma var. Yəni bu kimi sıxılma hallarında böyük ehtimal nəticələnir ya mənfiyə, ya müsbətə doğru. Çox müsbətə doğru əslində nəticələnir, amma yəni investisiya tövsiyəsi etməyin. Burada alarsınız, düşər və s. Yəni buna ehtiyac yoxdur. Məsələn, buradan mən trend çəkmişdim. Deməli, hara qalxmışdı? Dediyim kimi bu hissələrə qalxmışdı və buradan artıq bir direnç var idi. Bu direnci qırmasını ardısı gözləyirdim texniki cəhətdən. Həmçinin şirkət müsbət xəbərlər var idi bir-birinin ardınca, satış xəbərləri var idi. Və bu təsəvvür edin, bu 1 dollar səviyyəsinə bu şirkət 6-10 milyon dollarlıq satış xəbərlərinə görə gəldi. Yəni şirkət 10 milyon dollarlıq sifariş aldı və bu katalizator rol oynadı. 1 dollar üstünə çıxdı. Yəni elə şirkətlər də var ki, tutaq ki, investisiya ala bilirlər.
və yaxud satış dediyim kimi ola bilir. Yəni və yaxud əlavə qrantlar ala bilirlər, sərgilərdə iştirak eləyirlər və sair, sifarişlər alırlar. Yəni bu kimi hallar olur. Bu kimi hallar olur və bu kimi hallar katalizator rol oynayırlar. Ona görə də üçüncü olaraq sürətli ticarət edəndə buna fikir verin. Bugünkü video bu qədər, ümid edirəm maraqlı oldu. Kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Yenə də deyirəm, video bəyəndinizsə like da bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.